növbədə CBC kanalının bugün 10 illiyidir, 10 ildir fəaliyyət göstərirlər və Şəmsəddin bəyin timsalında bütün CBC əməkdaşlarını ürəkdən təbrik edirik və arzu edirik ki, inşallah bundan sonra 20, 30 il, 40 ildə bu cürlə uğurlu fəaliyyət göstərsinlər. Oyuna gəldikdə açığı çempionatın oyunları elədir ki, heç bir oyuna artıq rahat yaxınlaşa bilmirsən ki, buradan sən mütləq şəkildə qələbə qazanacaqsan və 3 xal rahatlıqla qazanacaqsan. Bu da elə oyunlardan biridir ki, biz oyundan əvvəl də bilirdik ki, burada bizi nə gözləyir. Xüsusilə son turda Turana qarşı göstərdikləri yaxşı və əzmkar oyun bilirdik ki, bu oyuna da o əzmkarlıq, o motivasiya keçəcək Karvan komandasında və bizə çətin olacaq. Ona baxmayaraq ilk hissəni çox yaxşı səviyyədə keçirdik. Çox sayılı qol epizodlarımız oldu. Rəqibin qapıçısı inanılmaz sevlər eləyirdi. Biz də qapımıza gedən bir zərbə qolla nəticələndi cərimə zərbəsindən. Fasilədə də futbolçularına bildirdim ki, hər şey düz edirsiniz, hər şey yaxşı edirsiniz. Bu şəkildə davam etmək lazımdır. Tələsmək lazımdır, sürəti artırmalıyıq, amma tələsməməliyik. Elə də oldu ikinci hissə. Hesabı bərabərləşdirdik və dərhal yenə bir ağır bir zərbə aldıq. Rəqib hücuma keçiddə bizi yaxaladı və qol vurdu. Ona baxmayaraq futbolçularımız özündə güc və inam tapıb sona qədər mübarizə aparıb olduqca vacib 3 xal qazandıq, 2 qol vurub. Futbolçularımı ürəkdən təbrik edirəm. Bu şəkildə davam eləməliyik. İnşallah ki, artıq Turanla oyuna hazırlaşmalıyıq. Gələn həftə bizi çox maraqlı və gərgin oyun gözləyir. Suallar. Kaptan ehtiyatlı olmasa keçən an harca zəifləşən bağlıdır? Ümumiyyətcə, bilirsiniz, millinin futbolçuları dərhal hər zaman əlavə yüklənirlər və millinin dönüşündən qismətdə müəyyən yorğunluq hiss olunurdu. Hətta mən keçən oyunda qisməti əksəriyyətdə oynatmağı planlaşdırırdım, amma son anda nəsə fikrimdən yayındım və oyun göstərdi ki, fasiləyə ehtiyacı var və Elçin də oyunlara yaxşı qoşulmuşdu. Elçinə şans verdik. Elə oldu ki, o da effekt verdi. Həm Elçin bir asist verdi, həm qismət iki standart vəziyyətlərindən yaxşı asmalar elədi. Bəhrəsini gördüyü düşünürəm. Zədələrinizə qışlasının dönmə olacaq. Cibril isə sabahdan yavaş-yavaş komanda ilə məşq eləməlidir bu həftə, amma Turanla oyunda iştirak edib eləməməyə böyük sual altındadır. Volkov isə milli fasilədən sonra. Hər ikisində belə desək, daha çox milli fasilədən sonra planlaşdırır. İnşallah hər şey qaydasında geçsə bərpalar. Son. Bıraxdığınız qollar necə şəkil verir? Birinci qol Aydının çoxu səhvi, ikincisi Yasin. Aydından çox orada düşünürəm ki, bizdə necə deyilir Stenka? Canlı sət. Daha çox düşünürəm ki, canlı sətin səhvi idi. Çünki qapıcı oyuncu yerlə vurdu və canlı sətin altından keçdi. Əslində Aydın çox yaxşı reaksiya verdi, amma elə bil ki, Qarabağla buraxdığımız qol oxşadı, eyni qol oxşadı, Kadinin vurduğu qola. Orada da canlı sət Cibril isə yanlış davranmışdı. Əslində bu barədə biz danışmışdıq. Amma futbolda yenə görürsən ki, oxşar canlı sətdə yenə oxşar səhv oldu. İkinci də %100 qol epizoduydu. Belə deyək, ümumən Aydının çıxışı mənə məmnun elədi. Həm keçən oyunda, həm bu oyunda. Vacib olan odur ki, sonuçta istədiyimiz nəticəni əldə edə bildik. İlkin Sultan Spor biraz müsahibdə tərkilən. Sual Ruanəlatından bağlıdır. Artıq 5 il kağıtlarından çıxış edir. Siz ona Azərbaycan millisində oynamamalı arasında söhbətdə sizə olmuyor ki? Müsahiblər gedir. Mənim söhbətim olmayıb, amma indi son illərdə milliləşmə ilə bağlı proseslərdə bir durğunluq var. Artıq neçə illərdir ki, hər hansı bir legioner milliləşmir. Amma düşünürəm ki, Ruan Renato elə bir futbolçudur ki, özünlə də razılaşdırılsa millimizə xeyir verə bilər. Çünki baxırsan da, legionerdən legionerə fərq var. Ruan Renato elə bir legionerdir ki, artıq onda bir Azərbaycanlıq xüsusiyyətlərini görürsən, xarakterini görürsən, patriotluq görürsən ki, müəyyən məsələlərdə Azərbaycana olan hörməti, diqqəti, yerli futbolçularla münasibəti. Bu tip oyuncuların milliləşməsi ehtiyac varsa mövqeyə, hansısa mövqeyə ehtiyac varsa eləmək olar. Amma yenə də o qərar mənə nasib bir qərar deyil. Mən şəxsən onun adına sevinərəm və burada artıq mən bir zirə məşqçisi kimi sevinmirəm. Əslində zirə məşqçisi kimi mənə sərf edən bir milliyə gedib gəlməsi. Amma bir Azərbaycan əvvəl yenə legionerlər milliləşəndə hamı fikirləşdi ki, pasport alacaq, yeri kimi oynayacaq. İndi artıq elə bir mövzu yoxdur. Amma milli üçün faydalı ola bilər, rəqabət yarada bilər o mövqedə. O da artıq yenə necə məsləhətdir elə də olsun.